Ukraynanın baş naziri Yuliya Sviridenko enerji sahəsində göstərilən yardıma görə Azərbaycana təşəkkürünü bildirib. O, bu barədə Telegram səhifəsində paylaşım edib. Baş nazir qeyd edib ki, yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan əlavə enerji yükləri Ukraynaya çatdırılacaq. Bütün tərəfdaşlarımıza davamlı dəstəyə və artıq göstərilən yardıma görə təşəkkür edirik. Təqdim olunan bütün yardımlar Ukrayna evlərində istilik və enerji təchizatının bərpasına, həmçinin Rusiya qüvvələrinin intensiv atəşləri nəticəsində zərər görülmüş enerji obyektlərinin yenidən qurulmasına yönəldilir. Daha 4 ölkə Ukraynaya enerji yardım paketləri təqdim etməyə hazırlaşır. Bundan əlavə, İrlandiya gələn həftə Ukraynanın enerji dəstək fonduna 25 milyon avro məbləğində ianə edəcək deyə Baş nazir qeyd edib. Ukrayna baş nazirinin müavini, energetika naziri Denis Şmıqal da dəstəyə görə Azərbaycana təşəkkür edib. Azərbaycan Respublikası enerji sektoru üçün Ukraynaya təxminən 1 milyon dollar dəyərində daha bir humanitar yardım göndərib. Azərbaycan prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova göstərdikləri dəstək və həmrəyliyə görə minnətdaram. Bu əhəmiyyətli dəstək davamlı hava zərbələri şəraitində Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verəcək deyə baş nazirin müavini qeyd edib. Xatırladaq ki, bugün Azərbaycan Ukraynaya enerji avadanlıqlardan ibarət 1 milyon dollar dəyərində humanitar yardım göndərib. Bununla da ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyi, o cümlədən bərpa və yenidən qurma yönümlü yardımların ümumi dəyəri 45 milyon dolları keçib.